Deməli 74-cü sualda bizə nə deyir? Deyir konusun doğranı, bir dənə konus çəkək. Konusun doğranı Belə bir konus çəkək. Konusun doğranı 10 kök altında 3'dür. Və deyir müstəvi ilə 30 dərəcə bucaq əmələ gətirir. Yəni buradakı bucağım olacaq 30 dərəcə. Mən buradan bir hündürlük endirsəm, bu olacaq 60. 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Deməli bu olacaq, hündürlüyümüz olacaq 5 kök altında 3. 60'ın da qarşısındakı katet, deməli 30 dərəcənin qarşısındakinin deməli kökdə 3 misildir. Yəni olacaq 15. Bizdən də radiusu soruşurdu. Konusun radiusu olacaq 15. Keçək növbəti suala. Növbəti sualda bunu biz yaza bilərik ki, 2 üstündə x vurulsun 2 üstündə 3 çıxılsın 6 vurulsun 2 üstündə x kiçikdir 3 üzərində x vurulsun 3 çıxılsın 3 üzərində x. Buradan 2 üstündə x-i ortaq vuruq kimi çıxarsaq qalacaq 8 çıxılsın 6 kiçikdir 3 üzərində x-i çıxarsaq 3 çıxılsın 1. Bunlar hər ikisi ixtisar gedəcək. Olacaq 3 üstündə x böyükdür 2 üstündə x. Bu da ancaq nə vaxt ola bilər? 0, müsbət, sonsuzluqda. Ən kiçik tam ədədini soruşurdu. Ən kiçik tam ədəd olacaq 1. Keçək növbəti suala. Deyir 2 rəqəmli ədədi AB natural ədəd olası, yəni kök altından çıxa bilən ədəddir. Bu 2 rəqəmli ədəd. Kök altından çıxan ədədlər də 2 rəqəmli 16-dır, 25, 36, sonra 49, 64, 81. Bizə nə soruşur? Deməli neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6. 6-da bizdən soruşur ki, təsadüfən bir ədədin seçməsi tək ədəd. Tək ədəd hansıdır? Buradan 4 çıxacaq, buradan 5 çıxacaq, buradan 6, buradan 7, 8, 9. Tək ədədlərim də hansıdır? 5-dir, 7-dir, 9 olacaq, 6-da 3, o da gələcək 2-də 1, yəni 0,5. Sonra keçək növbəti suala, loqaritm sualının izahına keçək. Deməli bu olacaq loqaritma 9'un üstü 2, 8. Bu 2 keçəcək qabağa. Bölünsün loqaritma 9 əsasına 32. Biz də bunu eyni əsasla yaza bilərik ki, loqaritma 32 əsasından 8. O da bərabərdir 2 vurulsun. Loqaritma 2'nin üzərində 5 vurulsun. 2 üzərində 3. O da bərabərdir 2 vurulsun 5'də 3, yəni 6 bölünsün 5, 1,2. Doğru cavabım 1,2. Keçək növbəti suala. Növbəti sualda nə deyir? X bərabərdir mənfi 0,4 olduqda ifadəsinin qiymətini tapın. Yəni 10 vurulsun mənfi 0,4'ün kvadratı çıxılsın 5 vurulsun mənfi 0,4 üzərinə gəlsin 3 bərabərdir. 0,4'ün kvadratı eləyəcək 10 vurulsun 0,116 çıxılsın 5 vurulsun 0,4 üzərinə gəlsin 3. Onu da hesablasaq 1,6 çıxılsın 2 üstə gəlsin 3. 3,6'dan 2 çıxsaq qalacaq. Deməli 4,6'dan da 2'ni çıxsaq 2,6.